Müəllimlər, mövzumuz 6-cı sinifin 23-cü mövzusu olan tərəvəz xörəklərinin hazırlanma və texnologiyası. Ümumiyyətlə, biz qidalanmamızı tərəvəzsiz təsəvvür edə bilmərik. Tərəvəzlərin tərkibində böyük miqdarda vitaminlər, mineral maddələr var. Ən çox da sarımsaqdır, soğandır, turpdur. Bu kimi tərəvəzlərin tərkibində xəstəlik törədən bakteriyaların inkişafını ləngidən maddələr var. Bol miqdarda C vitamini var. Sarımsaq, soğan, turpun içərisində. Tərəvəzləri 1-3 dərəcəyə qədər temperaturda, ən əsası qaranlıq yerdə saxlamaq lazımdır. Hətta onun tərkibində C vitamininin saxlanması üçün oksidləşən qabdan istifadə edilməməlidir. Yəni, üst qatı metaldan olmayan qabdan istifadə edilməməlidir. Və tərəvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır. Testə düşür, tərəvəzləri nədə bişirmək lazımdır? Duz qatılmış qaynayan suda bişirmək lazımdır. Misal üçün, şorba bişiririk. Şorbanı bişirəndə içərisinə vurulan tərəvəzləri, hansı ki, soğandır, yerköküdür, kərəvizdir. Bunları yaxşı olar ki, bişirməmişdən, qaynatmamışdan əvvəl onları yağda qızardaq. Yağda qızartmaq lazımdır ki, C vitaminini yaxşı qalsın. Hətta bişirən zaman hava ilə təmasını maksimum azaltmaq lazımdır. Tam su ilə üzü örtülməməlidir, hətta sıx bağlanmamalıdır qazanın ağzı. Və aşbazlıqda tərəvəzlərin təsnifatı var. Yəni, aşbazlıqda qidada istifadə edilmə üsuluna görə tərəvəzlər bir neçə qrupa bölünür. Hansı qruplara bölünür? Gəlin baxaq. Meyvə köküllər qrupu, kök yumruları, kələm fəsiləllər, qabaq fəsiləllər, paxlallar, quş üzümü fəsiləllər, yarpaqlılar və soğanaqlılar. Bu tərəvəzlərin qruplara bölünməsidir. İndi gəlin baxaq görək, bəs bu qruplara hansı tərəvəzləri aid etmək olar? Deməli, meyvə köküllərə götürürük şalğam, çuğundur, yerkökü, turp, qırmızı turp, soğanaqlı, cəfəri, kərəviz və s. Kök yumrusu deyəndə, hansı ki, misal üçün, yer badamıdır, kartofdur, bir də şirin kartof, yəni batatdır. Bunlar kök yumrularıdır, bu tərəvəzlər. Amma kələm fəsiləllərə kələmin növlərinə aid etmək olar. Ağ kələm, qırmızı kələm, gül kələmi və s. Qabaq fəsiləllərə, elə qabağın özü Yunan qabağı, Yunan qabağına da patisson deyirik. Bir də xiyar. Bunlar elə üçü də eyni formadadır demək olar. Ona görə də bunları qabaq fəsiləllərə aid etmək olar. Və paxlalları keçmişik, bir də keçirik. Noxud, lobya, paxla, yer fındığı, pomidordur, badımcandır, şirin bibərdir. Bunları dolma ilə, elə 3 bacı dolması ilə yadımızda saxlaya bilərik ki, quş üzümü fəsilələrinə aiddir. Hətta içərisindəki toxumların olmasından da elə üçünü bir yerdə yadımızda saxlaya bilərik. Yarpaqlılara kahinə və zərini yadımızda saxlayırıq. Soğanaqlılar isə şalğama oxşar soğandır, sarımsaqdır, kəvərdir və s. Bunlar da bizim soğanaqlılara aid edilir. Təkrar edirik, tərəvəzləri 1-3 dərəcəyə qədər qaranlıq yerdə saxlamaq lazımdır. Oksidləşən qabdan istifadə edilməməlidir. Tərəvəzləri bişirməzdən əvvəl, qaynatmazdan əvvəl onları yağda qızartmaq lazımdır. Duz qatılmış qaynayan suda bişirmək lazımdır. Tərəvəzlərdə soğandır, sarımsaqdır, turpdur. Bunların tərkibində bol miqdarda C vitamini var, bakteriyaların inkişafını ləngidir. Və ən əsaslı dedik tərəvəzlərin qruplara bölünməsini. Meyvə kökülülər, kök yumruları, kələm fəsiləllər, qabaq fəsiləllər, paxlallar, quş üzümü fəsiləllər, yarpaqlılar və soğanaqlılar. Yarpaqlılar oldu kahinə və zəri. Soğanaqlıları ilə soğanla yadımızda saxlayaq. Şalğama oxşar soğan, sarımsaq, bir də kəvər. Bunların yarpaqları bir-birinə çox bənzəyir. Quş üzümü fəsiləllərinə 3 bacı dolmasını yadımızda saxlayırıq. Paxlallara noxuddur, lobyadır, yer fındığıdır. Bunları yadımızda saxlayırıq. Qabaq fəsiləllər dedik, hamısı bir-birinə qabağa oxşuyur. Xiyardır, qabaqdır, Yunan qabağı, patisson, yəni bunlara aid etmək olar. Kələmə kələmin növlərini götürürük. Ağ kələm, qırmızı kələm, gül kələm və s. Kök yumrularda kartof, şirin kartof, bir də yer badamı. Bunlar da kök yumrularına aiddir. Amma yerdə qalanları şalğamdır, çuğundurdur, turpdur, soğanaqlı, cəfəridir. Bunlar isə meyvə köküllərə aid etmək olar. Hətta biz tərəvəzlərdən müxtəlif çeşidli xörəklərlə yanaşı həm də qarnirlər hazırlaya bilərik.
Tərəvəzlərin bir isti emalı var, bir də kombinə edilmiş emalı var. İsti emalına nələr daxildir? Kombinə edilmiş emalına nələr daxildir? Əgər qaynatma ilə qızartma deyiriksə, bu isti emal hesab olunur. Amma kombinə edilmiş emalı bu pörtlətmə ilə qızartmadır. Baxırıq, dedik qaynadılmış tərəvəzlər var, qızardılmış tərəvəzlər var, pörtlədilmiş tərəvəzlər var, sobada bişmiş tərəvəzlər var, köz üzərində bişmiş tərəvəzlər var. İmtahana düşən hissələrdən biridir. Gəlin baxaq. Dedi istemalına nə aid oldu? Qaynatma, qızartma. İndi baxırıq qaynadılmış tərəvəzlərə və qızardılmış tərəvəzlərə. Qaynadılmış deyirsə, burada bizim maye. Maye bizim açar sözümüzdür. Böyük miqdarda suda qaynadılmış tərəvəzlər, mayedə qaynadılmış tərəvəzlər olacaq. Qaynadılmış tərəvəzlər. Burada maye deyəndə misal üçün biz su götürə bilərik, süd götürə bilərik, ət suyu götürə bilərik, fərqi yoxdur. Qaynadılmış tərəvəzlərin açar sözü nə oldu? Böyük miqdarda mayedə. Bəs qızardılmış tərəvəzlər. Qızardılmış tərəvəzlər artıq mayesiz. Çünki o qızardılanda mayedə qızardılmır. Mayesiz qızardılır. Yağ əlavə edilir və qızardılır. Bu ən geniş, hansı ki saxsı qablarda qızartmalar ən geniş yayılmış üsullardandır. Sobadır, saxsı qablardır. Bunlarda qızardırıqsa bu geniş yayılmışdır. Bəs dedik kombinə edilmişə nələr daxildir? Kombinə edilmişə də dedik yenə qızartma ilə pörtlədilmiş, qaynadılmış, bir də pörtlədilmiş. Qızartılmış və pörtlədilmiş də kombinə edilmişə aiddir. Qızardılmış izah elədik. İndi isə pörtlədilmiş izah eləyəcəyik. Pörtlədilmiş tərəvəzlərin bəs açar sözü nədir? Pörtlədilmiş tərəvəzlərdə yarı hazır vəziyyətə qədər əvvəlcədən qaynadılır. Elə yarı hazır vəziyyətə qədər qaynadılması onun açar sözüdür. Sonra isə soğandır, ədviyyatdır, sudur əlavə edilir. Deməli, pörtlədilmiş tərəvəzlər əvvəlcə yarı hazır vəziyyətə qədər qaynadılır, sonra qızardılır. Birinci qaynadılır, pörtlədilir, sonra qızardılır. Bu da pörtlədilmiş tərəvəzlərdir. Və sobada bişmiş tərəvəzlər var. Yenə bu da yarı hazır vəziyyətə qədər qızardılır. Deməli, pörtlədilmiş tərəvəzlərdə yarı hazır vəziyyətə qədər qaynadılır. Amma sobada bişirilmiş tərəvəzlər əvvəlcə qaynadır, sonra yarı hazır vəziyyətə qədər qızardılır. Sonra isə 200-300 dərəcə Selsidə sobada bişirilir. Hətta bunları biz çiğdə, bişirilməmiş çiğdə sobada bişirə bilərik. Közdə bişirilmiş tərəvəzlər ilə adından məlum olduğu kimi közdə, köz üzərində bişirilir. Misal üçün badımcandır, pomidordur, bibərdir, kartofdur. Bunları yuyuruq, qabıqlarını təmizləyib, sonra süfrəyə verə bilərik. Bişirildikdən sonra, közdə bişdikdən sonra süfrəyə verə bilərik. Misal üçün elə buna badımcan, bibər kebabını, pomidor kebabını misal göstərə bilərik ki, onları biz közdə bişiririk, sonra qabıqlarını soyub doğrayıb süfrəyə veririk. Və tərəvəzlər ümumiyyətlə hazırlama üsulundan asılı olmayaraq bir neçə ilkin emallardan keçir. Bunlara növlərə ayırma, yuma, bir də təmizləmə, ən sonunda isə doğramanı misal göstərə bilərik. Ardıcıllıq önəmlidir. Birinci növlərə ayrılır, sonra yuyulur, sonra təmizlənir, sonra isə doğranır. Baxın, bu ardıcıllığı mütləq yadınızda saxlayın. Növlərə ayıranda biz nəyə görə növlərə ayırmalıyıq? Təbii ki, onun yetişmə dərəcəsinə, keyfiyyətinə, ölçüsünə görə biz onları növlərə ayırmalıyıq. Bunun üçün onun içərisindən budaqlarını, yarpaqlarını, yumrucuqlarını seçərək ayırırıq. Çürümüşünü ayrıyırıq, kalını ayrıyırıq, yetişmişini ayrıyırıq, solmuş tərəvəzləri ayrı kənarlaşdırırıq. Deməli, növlərə ayıranda nədik? Onun yetişmə dərəcəsinə, keyfiyyətinə, bir də ölçüsünə görə. Keyfiyyəti deyəndə, misal üçün solmuş tərəvəzlər varsa, onları seçib kənarlaşdırırıq. Yetişmə dərəcəsi, yəni kaldırsa, yetişmişdirsə bunları ayrı yığırıq. Bir də ölçüsünü, irini ayrı yığırıq, xırdanı ayrı yığırıq. Biz bunu növlərə ayırdıq. Amma yuma mərhələsində onun üzərində olan torpağını, onun çirkini, kimyəvi maddəsini yuyub təmizləyiriksə, bu artıq olacaq bizim yuma mərhələsinə aid olacaqdır. Bəs təmizləmə? Təmizləmə onun hər hansı bir hissəsində zədələnmiş hissə varsa, həmin hissələri, yararsız hissələrini kəsib çıxardırıq. Qabığı soyulasıdırsa, qabığını soyuruq. Yəni, bunlar artıq bizim təmizləmə mərhələsidir. Təmizlədikdən sonra isə bir dəfə də onu yenidən yuyuruq, təmizləyirik, ondan sonra təkrar
Əgər testə düşsə ki, təmizləmədən sonra tərəvəzlər təkrar yuyulur, yuyulma sözünü götürəndə gəlib yuyma mərhələsinə aid etmirik ha. Təmizləmədən sonra deyirsə, deməli bu təmizləmənin içərisindədir. Ondan sonra isə doğrama mərhələsində biz onları eyni gözəl görünüş vermək üçün onları eyni formada, bərabər istiqamətdə tərəvəzləri doğramaq lazımdır. Deməli, ilkin emallar hansılar oldu? Növlərə ayırdıq, sonra yuduq, sonra təmizlədik. Ən sonda isə doğradıq. Hətta təmizləmənin içərisində bir dəfə də təmizləyəndən sonra yuyulma. Təmizləmənin içərisində bir dəfə də yuyulma mərhələsi var. Bunları yadımızda saxlayırıq. Keçirik digər hissələrimiz doğrama hissələrinə. Baxırıq görək doğrama hansı üsullarda doğrana bilər. Mütləq yadınızda saxlayın. Testlərdə qarşınıza çıxa bilər. Deməli, doğrama üsulları necədir? Tircik formada, dairəvi formada, nazik saman çöpləri formasında doğramaq olar, kvadrat doğramaq olar, kub-kub doğramaq olar, dilim-dilim doğraya bilərik, halqa şəklində doğraya bilərik və yarım halqa şəklində doğraya bilərik. Bunlar da tərəvəzlərimizin doğrama üsullarıdır ki, amma biz bir tərəvəzi hazırlayırıqsa, bu tərəvəzlər təbii ki, içərisinə gedən ərzaqlar, tərəvəzlər, salatı hazırlayırsa, içərisinə gedən tərəvəzlər hamısı eyni bərabər formadadır. Məsəl üçün, halqa doğrayırsa, hamısı halqa olmalıdır. Yarım halqa doğrayırıqsa, hamısı yarım halqa olmalıdır ki, həm iştah açan olsun, həm cəlb edici olsun, həm xoşa gələn olsun və s. Və tərəvəzlərin hazırlanma texnologiyası bir neçə mərhələdən ibarətdir. Birinci tərəvəzlərin ilkin emalı. İlkin emal nə idi? Biz dedik ki, onları növlərə ayırırıq, yuyuruq, təmizləyirik və doğrayırıq. İkinci onların dedik doğrama mərhələsidir. Doğranma. Doğradıqda da dedik eyni bərabər doğramaq lazımdır. Sonra onun içərisinə mayonez, bitki yağı əlavə edib süfrəyə vermək lazımdır. Bu bizim üçüncü mərhələmizdir. Dördüncü mərhələlər qırılıb əzilməməsi üçün eyni ehtiyatla qarışdırmaq lazımdır, qırılıb əzilməməsi üçün. Sonra isə o xüsusi qablara qoyulur və süfrəyə verilir. Bir də ən əsası yadınızda saxlayın ki, qızardılmış ətdir, balıqdır. Bu xörəklər üçün qarnir qaynadılmış tərəvəzlərdən ibarət olur. Və biz praktiki işə də nəzər yetirək, çünki imtahana praktik iş də düşür. Deməli, tərəvəz salatlarının hazırlanma texnologiyası. Biz indi burada hazırlayacağıq nəyi? Təbii ki, yer kökü və yaxud da ki, çuğundur salatını. Belə deyək. Yer kökü 5 ədəd, çuğundur 3 ədəd. Qozu 100 qram götürürük, sarımsaq 1 diş götürürük, duz, mayonez götürürük. Deməli, lazımdır bizə bıçaq, atlıq taxta, kasa və sürtgəc. Yer kökünü nə edirik? Qaynadırıq. Birinci qaynadırıq hardasa 40 dəqiqə. Sonra sürtgəcdən onu keçirdirik. Sürtgəcdən keçirəndən sonra ona sarımsaq doğrayırıq, duzunu, mayonezini tökürük, qozunu xırdalayırıq içərisinə. Ondan sonra onu qarışdırırıq. Qarışdırdıqdan sonra da onu süfrəyə veririk.